Campus France Azərbaycan bürosundan salam. Bu video sizi Etudes en France platformasında hesabın yaradılması, məlumatların əlavə edilməsi və Fransa universitetlərinə müraciət qaydaları ilə tanış edəcək. İnternetə qoşulub platformaya daxil olduqda solda yuxarıdakı ilk yazı olan qeydiyyatdan keçmək düyməsinə basaraq Campus France Azərbaycan seçdikdən sonra aktiv poçt ünvanı, soyad, ad, cins, doğum tarixi, doğulduğunuz ölkə və şəhər, eləcə də milliyyətinizi daxil edirsiniz. Xarici pasportla qeydiyyatdan keçməyinizi məsləhət görürük. Həmin sənədin qüvvədə olduğu son tarix, seriya nömrəsi və verildiyi qurum qeyd olunmalıdır. Sonda isə qeyd olunan məlumatların doğruluğunu müvafiq xanaları işarələyərək təsdiq edirsiniz. Bir neçə dəqiqədən sonra e-mail vasitəsilə bildiriş alacaqsınız və həmin məktubdakı link 24 saat ərzində aktivdir. Linkə daxil olaraq elektron poçt ünvanınızı yenidən daxil edirsiniz və yeni şifrə təyin edirsiniz. Avtomatik olaraq e-mail və təyin olunmuş şifrə ilə yenidən profilinizə daxil olursunuz. İlk səhifədə təhsil proqramları haqqında ümumi məlumat, qeydiyyat ödənişi və əlaqə vasitələri haqqında məlumat yerləşdirilir. Səhifənin yuxarısında soldan ilk müraciət etmək istəyirəm hissəsinə daxil olaraq foto şəklinizi əlavə edirsiniz. Pasport məlumatlarını yoxlayıb səhvlik varsa düzəliş edə bilərsiniz. Xarici pasportunuzun surətini PDF formatında müvafiq xanaya əlavə etməlisiniz. Əlaqə vasitələrinizin daxil edilməsi üçün faktiki yaşayış ünvanı, poçt indeksi məlumatları lazımdır. Nəzərə alsaq ki, Fransa universitetlərinə müraciət zamanı sizdə hələ ki heç bir təqaüd təsdiqi olmadığından, bu bölümdə aşağıdakı xanaya klikləyərək hələ ki heç bir təqaüd qazanmadığınızı qeyd etməlisiniz. CV əlavə olunduqdan sonra diplom məlumatlarınız hissəsində sonuncu aldığınız diplom məlumatlarını, bunlar bitirib və bitirəcəyiniz il, ölkə, şəhər, təhsil müəssisəsinin adı, diplomun hansı təhsil dərəcəsinə uyğunluğu, ixtisasın adı, təhsil sahəsi, ortalama bal və təhsil növünü qeyd edirsiniz. Müvafiq olaraq diplom və diploma əlavəni PDF formatında yükləyirsiniz. Fransada fransız dilində təhsil alacaqsınızsa, beynəlxalq imtahan olan DELF üzrə nəticələrinizi əlavə etməlisiniz. İmtahan sessiyasının tarixi, keçirildiyi yer, maksimum 100 üzərindən topladığınız balı qeyd edirsiniz. Eyni ilə dil sertifikatının da PDF formatını müvafiq xanaya əlavə edirsiniz. Əgər nə vaxtsa Fransaya səfər etmişsinizsə, buraya sübut olaraq vizanızın surətini və şərh bölməsində səfərin məqsədini qeyd edirsiniz. Əgər Fransada ingilis dilində təhsilinizi davam etdirmək istəyirsinizsə, ingilis dili üzrə keçdiyiniz uyğun sertifikasiya məlumatlarını əlavə edirsiniz. Digər əlavə dil biliklərinizi də bura daxil edə bilərsiniz. Şəxsi məlumatların yaşıl rəngdə tam olduğunu gördükdən sonra ixtisas seçimi başlığına daxil olursunuz. Axtarış bölməsindən təhsil dərəcəsi, sahəsi və təhsil almaq istədiyiniz şəhər adını daxil edirsiniz. Axtarış üzrə nəticələri bir-bir incələdikdən sonra uyğun ixtisası səbətə əlavə etməlisiniz. Səbətə qayıdaraq proqram seçimi üzrə motivasiya məktubunuzu tərtib edirsiniz. Magistratura pilləsi üzrə maksimum 7 ixtisas seçimi təklif olunur və hər biri üzrə ayrıca motivasiya məktubunu yazmağınızı tövsiyə görürük. İlk səhifəyə qayıdaraq məlumatlarınızın tamlığından əmin olduğunuzu 3-cü punktda qayıdaraq təsdiqləyirsiniz. Növbəti mərhələ isə sənədlərinizin yoxlanılması, qeydiyyat ödənişinin tamamlanması
və pedaqoji müsahibəyə çağırılmağınızdan ibarətdir. Bununla bağlı sizinlə əlaqə saxlanılacaq. Bizimlə əlaqə vasitələrimizlə burada tanış ola bilərsiniz. Diqqətinizə görə təşəkkür edirik və hamınıza uğurlar arzulayırıq.